Gürcüstandan deportasiya edilən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb. Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin hesabatında məlumat yer alıb. Məlum olub ki, bu ilin 9 ayında Gürcüstandan 27 nəfər Azərbaycan vətəndaşı deportasiya edilib. Hesabat dövründə qonşu ölkədən Azərbaycan vətəndaşları ən çox 16 nəfər olmaqla ikinci rübdə çıxarılıb. Birinci rübdə 4 nəfər, üçüncü rübdə isə 7 nəfər Azərbaycan vətəndaşı Gürcüstandan qovulub. Həmin şəxslərin 19-u kişi, 8-i isə qadındır. Yanvar-sentyabr aylarında Gürcüstanda deportasiyaya məruz qalmış əcnəbilərin ümumi sayı isə 851 nəfər təşkil edir. Ölkədən ən çox çıxarılan əcnəbilərin ilk üçlüyündə Hindistan 166 nəfər, İran 128 nəfər və Türkiyə 81 nəfər təşkil edir. Qeyd edək ki, Gürcüstandan əcnəbilərin çıxarılmasının səbəbi onların ölkədə müvəqqəti olma müddətinin vizada göstərilən qalma müddətindən artıq olmasıdır.